Əgər o bayraqla kiminsə metalını qoruyacaqdılarsa, niyə o bayrağı qoruya bilmək üçün bu qədər cavan uşaq canından keçdi? Bu qədər ananın gözü yaşlıdır. Bu nə hörmətsizlikdir, bu nə saymamazlıqdır. Mən dünəndən yazıram o səhifə, o videonu silmir. Uşağın da əlində TikTok var. O videoya baxan hansı uşağa sən vətənpərvərliyi aşılaya bilərsən? Ha? Mən uşağa necə deyim ki, sən o bayraq üçün canından keçməlisən? Deyəcək, nədən ötürü canımdan keçməliyəm? Mən canımdan keçim ki, kimsə geçsin, zontik düzəltsin, maşınını qorusun. Başqa heç nə tapmadınız düzəltməyə. Bekar qalmışsınız siz. Əziz izləyicimiz, mağazamıza baxın, belə günlüyümüz gəlib, maşınlar üçündür. Çox gözəl bir məhsuldur, alıb istifadə üçündür. Çox belə günlüyümüz gəlib, maşınlar üçündür. Hələ bir deyir ki, bizim nə günahımız var? İstehsalçıya gedin deyin. Nə olsun ki, istehsalçı edib onu? Sən onu mütləq mağazana qoyub satmalısan, mütləq təqdim eləməlisən. Sənin vətənpərvərliyinə nə olub? Mən də çox yerdə görürəm ki, paltarların üstündə bayrağın şəkli var. Biri var, onu hardasa bir tədbirdə geyinəsən. Bir də var ki, mütəmadi olaraq mən üstündə bayraq şəkli olan bir paltarı alıb evimə qoymuram. Niyə? Çünki paltar çirklənir. Götürürsən, atırsan onu hamama. Nə bilim, iç, üst geyin fərqi yoxdur. Hamısını atırsan bir yerə. Mənə görə o hörmətsizlikdir. Bir bayraq toxunulmazdır. Mən uşağıma da bunu aşılayıram. Mənim ailəm də bunu mənə belə aşılayıb. Mənim nəslimin, kökümün yarıdan çoxu hamısı o bayrağa görə canını qoyub. Sən bu gün gətirmişsən onu zontik əvəzdən satırsan və deyirsən ki, istehsalçıdan gedin danışın. Başa düşmədim, istehsalçıya niyə danışıram ki? Mən səninlə danışıram, sən satırsan. İstehsalçıya irad bildirsəydin insanınız, istehsalçı onu yığışdırardı.